Hər kəsə salam. Bu videoda 6-cı sinif iş dəftərindən toplu isimlər bölməsinin izahını verəcəm və başlayaq birinci sualla. Deməli deyir ki, verilmiş sözləri lar şəyiətisinin tələffüzünə uyğun qruplaşdırın. Lar şəyiətisi ümumiyyətlə nar, rar və dar kimi tələffüz oluna bilir. Biz əsasən nəyə görə fikir verəcəyik? Lardan əvvəl hansı samitdirsə, adətən o samit kimi tələffüz olunacaq. Deyək ki, maşınlar sözündə lardan əvvəl n samitini görürük və deməli maşınlar sözü maşınlar kimi tələffüz olunacaq. Deməli bu söz bura aiddir. Qızlar, bu sözü ümumiyyətlə əzbər yadımızda saxlamaq lazımdır ki, qızlar qız dar kimi tələffüz olunur və dar bölməsinə aid olacaq. Narlarda yenə lardan əvvəl samitə baxaq. R samitidir, deməli rar kimi tələffüz olunacaq. Nar, rar olacaq bu və qatar eyni zamanda yəni də lardan əvvəl r var burada. Qatar rar kimi tələffüz olunacaq. Rayon, özünüz fikirləşin nə olacaq? Lardan əvvəl n samiti varsa, lar burada nar kimi tələffüz olunur və rayon nar olacaq. Dəftər rər, r-yə görə yenə rər. At dar. Bəzi sözlər var ki, orada məsələn t-ya yaxın d-dır bunların içərisində. Ona görə atlar kimi tələffüz olunacaq. Atları buraya yazacağıq. Və oğlan nar, yəni n-yə görə oğlanlar, çeşidlər, d-dır fikir verin, yəni burada çeşidlər, çeşidlər kimi tələffüz olunur. Limon nar, qərarlar və buludlar kimi tələffüz olunur. Özündən əvvəlki samitə baxırsınız, əsasən o cür tapmaq rahat olacaq. Bəzi sözlər var ki, əzbərə yadda saxlamaq lazım. Məsələn, qız dar olacaq. Yəni hər halda qıznar, qızrar bu daha məntiqsiz tələffüz kimi gəlir. Ona görə yoxlayanda görürük ki, ən uyğun tələffüz dar kimi tələffüz olunmasıdır. A tapşırıq belə. B tapşırığında mötərizədə verilmiş isimləri uyğun toplu isimlə dəyişib nöqtələrin yerinə yazın. Zəfər yürüyüşünə çıxmaq insanların ürəyincə idi. İnsanların yerinə bir toplu isim yazmalıyıq. Məsələn, yaza bilərik bura. İnsanların cəmi nədir? Cəmaatın. Və bura qeyd edək. Cəmaatın. Cəmaatın ürəyincə idi. Çoban dərənin dibində qoyunları otarırdı. Qoyunların cəmhalını sürü kimi yaza bilərik. Sürünü otarırdı. Sübhdən əsgərlərimizin hücumu gözlənilirdi. Sübhdən ordumuz, əsgərlərin cəmi təbii ordu ola bilər. Ordumuzun hücumu gözlənilirdi. Atlar, atın isə cəmi ilxı sayılır və ilxılar və yaxud da ilxı da elə yaza bilərsiniz. İlxı çayın kənarında toplaşmışdı və yaxud da ilxılar çayın kənarında toplaşmışdı. Bu da uyğundur. Yəni siz fikir verirsiniz, sözlərin cəm halını, toplu halını tapıb yazmaq lazımdır. C tapşırığında cümlələrdə fərqləndirilmiş isimlərin qrammatik xüsusiyyətini müəyyən edin. Bugünkü görüş təxirə salındı. Burada bizim isimimiz görüşdür. Və baxaq. Yazdıq bura görüş sözünün söz kimi. Sonra qurusça növü nədir? Görməkdən görüş yaranır. Deməli bu düzəltmə sözdür. D yazıram, yəni düzəltmə deməkdir. Görüş təxirə salınır. Nə təxirə salınır? Görüş. Bu adlıq haldadır. Heç bir şey heç yoxdur çünki. Adlıq ümumidir yoxsa xüsusidir? Təbii ki, görüş bir hər hansı bir şeyin adı deyil deyə ümumi isimdir. Ona görə də burada ümumini seçirik və tək və cəmdir. Görürük ki, görüş də yanında lar dər şey heç yoxdursa, deməli bu təkdə olacaq. Növbəti sözümüz meydançadır. Yazaq bura meydança. Meydança sözünə fikir verək. Meydança sözündə meydan sözün kökü ca burada leksik şəyiətidir. Deməli, meydança sözü quruluşca düzəltmədir. Halı necədir? Baxaq, meydança da. Da varsa yerli haldadır. Ümumidir yoxsa xüsusidir? Təbii ki, meydança nəyinsə adı deyil. Xüsusi adı deyil. Ona görə ümumi isimdir bu da. Ümumi yazırıq. Tək və yaxud da cəmdir. Burada hər hansı bir lar şəyiəti yoxdur. Ona görə təkdə olan isim olacaq. Qızılgülə baxaq. Qızılgülün, baxın, neçə dənə söz var? Qızıl və gül. Qızılgüldə iki söz varsa, biri qızıl, biri də gül, o mürəkkəb söz olacaq. Qızılgül, bura q yazım, yəni qızılgül deməkdir. Qızılgülün ün varsa, ün, ın, in, ün yiyəli çalan şəyiətisidir. Bu yiyəli çaldır. Və qızılgül ümumidir yoxsa xüsusidir? Təbii ki, ümumi isimdir. Hər hansı bir şeyin adı deyil, yəni dediyim kimi. Və təkdə isimdir, yanında lardər yoxdur. Vaqif hər gün həyətdəki ağacları suluyur. Ağaclarda, yazaq bura ağaclar. Ağaclar. Ağaclarda ağac sözün kökü lar və qrammatik şəyiətidir deyə bu sadə sözdür. Ağacları fikir verin, ı şəyiətisi var burada. Deməli bu təsirli hal şəyiətisidir. Bura qeyd edəcəyik təsirli hal və ümumidir yoxsa xüsusidir. Bu da ümumi isimdir. Tək və yaxud da cəmdir. Lar şəyiəti var deyə bu da artıq cəmdə olan isim olacaq.
Aynur tədbirdən sonra kitabxanaya gedəcək. Burada 2 dənə sözümüz var. Tədbirdən və kitabxanaya. Tədbirdən sözündə sözün kökü tədbirdir və dən burada çıxışlıq hal şəhidçisidir. Ona görə quruluşda olacaq sadə, halı olacaq dan-dən çıxışlıq hal şəhidçisi, ümumidir yoxsa xüsusidir. Əlbəttə ümumidir. Tək və ya cəmdir. Təbii ki, təkdədir. Lar dəyər şəhidçisi yoxdur deyə. Kitabxana sözündə isə sözün kökü kitabdır. Xana burada leksikdir. Yəni kitabdan böyük bir kitabların cəmi olan bir yer yaradır. Ona görə bu düzəltmə sözdür. Halı kitabxanaya A şəhidçisi yönlü çalan şəhidçisidir. Ümumidir yoxsa xüsusidir, ümumi isimdir. Tək və yaxud da cəmdir. Təbii ki, kitabxana sözündə lar dəyər şəhidçisi yoxdur. Ona görə də təkdə olan isim olacaq.